Salam mənim kanalımın seyirciləri. Film həvəskarları, kinomanlar yəqin ki Tom Hardini tanıyır. Bütün rollarında özünə məxsus xarakteri, gangster rollarıncadır məşhur ifaçısı Tom Hardy. Mən bilən İngilis mənşəlidir, Şotlandlı mənşəlidir. Sözüm onda deyil. 48 yaşı var. Bu gün o haqda oxuyuram, deyir ki, xəstəliyi ilə bağlı filmə çəkilməyi saxlayır və sözümün məğzi ümumiyyətlə Tom Hardy haqqında deyil. Mən Tom Hardini həyata düşüncə tərzinə görə də, mən də YouTuberəm, onun YouTube'da baxıram söyləmələrinə, çox xoşuma gəlir, məntiqi çıxışlar eləyir. Amma sözüm Tom Hardy haqqında deyil, sadəcə ondan sitat deyəcəm. O bir neçə xəstəliklərin sayır 48 yaşında. Deyir ki, mən hissə-hissə parçalanıram, yox oluram. Bundan sonra yəni yaş özün göstərir də 48-dən o tərəfə gedir. Bundan sonra daha yaxşı olası deyil. Ona görə də qazandığımı qazanmışam, karyeramı saxlayıram, ailəmin yanında daha çox olmaq istəyirəm. Yəni Tom Hardy deyir bunu və bu reallıq hər bir insanın həyatında gəlir, özünü göstərir. Beyin müqayisə metodu ilə işləyən bir şeydir. Gedim ayaqqabımın cırğını düzəldim, yamatdırım, filan şey eləyim, avtomobili düzəltdireyim, gedim oradan 5 manat da əlavə pul qazana bilərdim, qazanım. Əgər can sağlığın imkan vermirsə, deyirsən, paşol küçortu, gedim divanda mümkün qədər dincəliyim. Hala mən ölümü nə kimi işləmişəm də və yaxud da ki, övladlarımın yanında daha çox olum. Bu reallıq, bu həqiqət hər bir insanı gec-tez gəlib tapır. Bugün Tom Hardy'dən oxudum bu haqda. Bu tək Tom Hardy'nin həqiqəti deyil də. Məşhur antropolog Drabışevski deyir ki, insanın istismar müddəti 35-40 il. 35-40 yaşda yəni ki. Deyirdiniz 35-40 yaşdan sonra yaşaya bilərsən, remont olunaraq da, təmir olunaraq, ora düzəlt, bura düzəlt. Amma bu əvvəlki effekti verməyəcək. Hamımıza can sağlığı arzu edirəm. Nə olursa olsun, başınıza, beynimizə, düşünən kafanıza bir şey olmasın. Var olasınız.